Rus ordusu dəhşətli hücuma keçdi. Ukraynada onlarla yaşayış məntəqəsi təcili boşaldılır. Sumu vilayətinin daha 11 yaşayış məntəqəsindən təxliyə haqqında sərəncam imzaladım. Bu, Viçkivska, Varajbyanska, Bilopilska və Mukolayevska icmalarına aiddir. Bunu reportun Şərqi Avropa Bürosuna açıqlamasında Ukraynanın Sumu vilayətinin hərbi administrasiyasının rəhbəri Ali Grigoryev bölgədəki vəziyyətlə bağlı son durumu şərh eləyərkən bildirib. O qeyd edib ki, ümumilikdə vilayətin müvafiq olaraq 4 rayonunun 213 yaşayış məntəqəsindən əhalinin təxliyəsi zərurəti yaranıb. Təxliyəyə başlanılan 11 yaşayış məntəqəsində 2900 nəfər yaşayır. Müvafiq təxliyə qərargahı yaradılıb. Polis, Fövqəladə Hallar Xidməti, ictimai təşkilatların əməkdaşları prosesə cəlb olunub. Zəruri yardım göstərilir. Eyni zamanda köçkünlərə humanitar yardım və tibbi qeydiyyat üçün müvafiq qərargahlar yaradılıb. Görürük ki, düşmən mülki infrastruktura zərbələr indirməkdə davam edir. Sumu vilayətinə kütləvi hücum oldu. Zərbə Trotsyanevska və Rovenska yaşayış yerlərinə endirildi. Mülki infrastrukturda dağıntılarımız var deyə o əlavə eləyib.